Halo. Sen neymişsin? Halo oğlum çağırıyorum. Hava sevmiş kanı tüpürürsün. Kim tutur ha? Kim tutur? Bunu sen tüpürmedin indi bura. Kim tutur dökürsün? Bununla göre sen tüpürüyorsan lobunun dibinden Halo hop kaçon müdürü çağır. Müdür ben özüm. Kaçon müdürü çağır ben burada sırayet edeceğim. Olacağım ben. Bunu 30'ları görme. Müdür sen? Gel buraya görme. Müdür sen sen? Ben yok kime mi? Eşk sen. Bana bir otak verirsen. Deməli otağın ortasında basin. 2 delfin olsun 2 delfin. Belə əla. Qəşəng masajlı stollar zatlar neçə verərsən mənə? Bura istirahət ocağı deyil, bura müalicəvi ocaqdır. Başa düşürsən sən? Əla. Bir delfin də olsa olar. Ay delfin neymişsən sən? Belə istirahət üçün, masaj üçün. Bu baş beyimiz aparıb bu gəldi bizi hardan tapdı bu? Senin lobunun ortasından bir tane koyacağım. Ne deyirsin öyle əla. Neçə verərsən mənə? Hem de görüm ne kadar pulun var. Pulum var mənim pulum var. Prostu ki, amma ki, sən nətər olsun, belə mənzərəsi dənizə olsun, dənizə. Dəniz var burada, bura meşəlikdir, bura ne bileyim, bulaqdır, atdır. Qardaş, pulum verirəm, mənə dəniz bir dənə təşkil edeyim, mən dənizə baxım. Ayşə, bunun məsələsini həll elə çıxmır, bizdən məzələni. Bu deyəsən bizdən məzələni. Yox. Mən sənin bu saat katiletini çıxardacağım. Sən bizdən məzələni, sən şəm əlinlə söhbət edirsən. Nədir? Adın Şəmisən də sən, Şəmi. Əla. Mənim bir dostum var, qəşəng İranda həkimdir, tanınmış onu gətirin bura. Eşidirsən Şəmi? Onu gətirin bura. Burada bir dənə də boş yer tapmayasın. Belə dur görürəm. Əla. Eşidirsən, bu İran həkimləri deyirlər ki, müalicəvi yaxşıdır. Bəlkə düzək qoşaq onu gətirsin. Bu uşaq nəsə şüst uşaq oxşuyur, bir iş görən uşaq oxşuyur. Əla. Bitasonundan xoşuma gəlir. O tərəfin yığışdır. Deyən də Ya. Olar, o da gəlsin, amma bunu... Eşidirsən, sən nə işlə məşğulsan, nə edirsən? O delfinin biri olsun ha. İran həkimindən danış. İran həkim problem yoxdur. Danışır dostumla. Zəncələ. Yan qoy yığım. Qoy zəncələsin sonra nəsə. O məsələni həll edərik biz. Əla. Müdür. Əla versən. Eşsən. Sən indi nə işlə məşğulsan indi? Sən nə versən sən? Əla. Eşsən, 2 loğda atmışam. Deməli, demişəm sən həkimsən, öndə izləyəsin həkimsən. Deməli, gəlirsən bura, qəşəng istirahət məntəzdir. Qəşəng istirahət edib, pulu uzanıb, gedib bölür. Yaxşı? Əla. Sen kime lox deyirsən, ha? Eşsən mənim. Sen bizə lox deyirsən, sən bizə. Yox, düz başa düşmədim. Deməli, bundan 1000 manat pul almışam, səni həkim eləyəcəm. Sən həkim olasan. Onun 1000 manatı götürürəm. 500'ü sizin, 500'ü də mənim. Deyən iş görən adam olsun. Amma delfin olsun ha. Sen mənim yanında bu başqa məsələdir. Keçsən mənim. Bana belə telefon söhbətləri Telefon söhbətlərlə deyim, olursan. Bax, olursan. Yoxsa gəlmirsən, əla delfin gətirin, mənə nə bilim, nə gətirin. Bax, belə muzikoy söhbətlərdən xoşum gəlir. Hoş gəlmirsən. Şəmisən də sən, hə? Şəmiyəm. Bugündən belə. Bu kreslo avtomatik olur sənin. Bura, əla. Otur. Çay gətir, çay gətir. Oğul, eşidirsən? Bu telefon var, ha. O jurnalı qoyun üstündədir. Bax, biraz reklamlar zat gəldi, zəncəliyənimiz yoxdur. Əla. Bura zəng gəlir, bura sənin iş yerindir. Gördün ki zəng gəldi, götürürsən desən, Şəmi pansiyanat, buyurun. Əla. Belə pis sıxmasın. Şəmsən. Belə pis sıxmasın, biraz katibəlik kimi də, Əla. Bu kağızda bütün bizim reklamlar yazılıb. Əla. Süd vannası, nə bilim palçıq vannası, bal arısı, hər şeydə nə masaj. Süd vannası. Zəng gəldi, bir bunları oxuyub deyirsən kliyentə. Yaxşı. Süd vannası 10 manat, neçəyə verərsən mənə, Sən də sonra danışacaqda, sən bizim işçisən. Sən buranın avtomatik şərik olmuşsan. Əla. ATV tutur, ATV. Tutur. Pultu götür, bax, televizoruna bax, biz gəlin arxol edək buralara. Çay gətir, çay. Gətirəcəyik, sən zənglərə cavab ver. İran həkimi gələndə bizə zəng ver. Siftə, götürmüyor kimdir? Əla.